Salam uşaqlar. Bu gün sizinlə Excel-lə tanışlıq dərsimizi keçəcəyik. Excel-i açmaq üçün əvvəlcə gəlirsiniz. Ola bilər ki, desktopunuzda Excel olsun. Excel-in üzərinə 2 dəfə klikləyirsiniz və Excel faylı açılmış olacaq. Buradan Block Workbook-a girsək, artıq Excel-də müəyyən bir səhifəni açdıq. Bunun üzərində işləyə bilərik. İkinci yol nədir Excel faylını açmağın? Gəlirsiniz. Desktopun üzərində sağ düyməni bir dəfə klikləyirsiniz. Buradan kontekst menyuya daxil olmuş olursunuz. Bax, burada yeni hissəsi var. Yeni hissəsinə gəldiyinizdə buradan Excel faylının açılması üçün Microsoft Excel Worksheet var. Buna daxil olduğunuzda bununla bir Excel faylı yaratmış olursunuz. Üzərinə gəlib 2 dəfə klikləsəm, bu yolla da mən Excel faylını açmış oluram. Bu da ikinci yolumuz. Bir neçə yolla aça bilərsiniz. Bu da ikinci yol olaraq yadınızda qalsın. Və yaxud da ola bilər ki, sizin Excel-iniz desktopda deyil. Buradan gəlib axtarış hissəsində, əgər sizdə Excel proqramı varsa, sadəcə Excel yazmaqla kompüterinizdən həmin o proqramı tapıb istifadə edə bilərsiniz. Sadəcə üzərindən buradan aç yazıb, açıb işlədə biləcəksiniz. Gəlin qayıdaq indi Excel-ə. Excel-in üzərində durdum, 2 dəfə kliklədim. Və əvvəlcə bizi belə bir pəncərə qarşılayır. Gəlin əvvəlcə bu pəncərədən danışaq. Bu pəncərədə nələr var? Bu pəncərədə bizə lazım olan şablonlar görürük. Əvvəlcə bu hissədə şablonlar gəlir. Aşağı hissədə də isə Word-də də, PowerPoint-də də olduğu kimi Recent və Print hissələri gəlir. Recent və Print nə deməkdir? Recent hissəsi bizim Excel-imizdə düzəltdiyimiz fayllarımız olan hissədir. Yəni hal-hazırda istifadə edə biləcəyiniz fayllardır. Artıq bunları save etmisiniz, yaddaşda saxlamışsınız. Yəni bunlar hazırdılar. Print nədir? Print hissəsində isə sizə ən çox lazım olan, məsələn deyək ki, atıram ki, burada 500 dənə sənədiniz var. Deyirlər sizə ki, gedin 250-ci sənədi mənə tap gətir. Sən o 250-ci sənədi buradan axtarınca 250-ci sənədi əgər vacib sənədlər içərisinə atırsansa, yəni buradan tutursan, sadəcə pin to list var. Pin to listə atırsan, gəlirsən pin hissəsindən və burada da həmin o sənədi sadəcə pin hissəsindən rahatlıqla tapıb çıxarda bilirsən. Yəni pinləmək budur. Bu da belə. Eləcə də bunu belə izah edə bilərəm sizə ki, məsələn WhatsApp üzərində sizə vacib olan qrupu necə başa sabitləyirik-sə, pinddən də bizə lazım olan sənədi başa sabitləyə bilərik. Bu da belə. Gəlirəm buradan bir dənə worksheet açdım. Bu oldu Excel-imizin ilk faylımız. Deməli, Excel-imizdə əvvəlcə danışaq bu hissədən. Bu hissələr nədir? Bu hissə cəld müraciət paneli adlandırılır. Cəld müraciət panelində əmrlərimiz undodur, redodur, geri qayıtmaq, təzədən geri qayıtdığımızda bir daha geri qayıtmaq, bilirik ki, geri qayıtmaq Ctrl-Z-dir. Ctrl-Y vasitəsilə isə Ctrl-Z-in etdiyini geri qaytara bilirik. Save-dir, axtarmadır, open-dır. Sonra burada bax, kopya əmrini daxil etmişik. Font əmrini daxil etmişik və burada baxın 3 aşağı ox işarəsi var. Bura daxil olduğunuzda siz buradan müraciət panelində olmayanları yenidən bura əlavə edə bilərsiniz. Məsələn, new-nu bura əlavə etmək istəsəz, sadəcə qalçıqanı qoyursunuz və new tabı bura əlavə etmiş olursunuz. Yəni yeni səhifə yaratmağı. Və yaxud e-mail hissəsindən tez-tez istifadə edirsiniz. Atırsınız onu cəld müraciət panelinə. E-mail hissəsi artıq buradadır. İstədiyiniz zaman istifadə edə bilərsiniz. Çıxarmaq istəsəniz üstünə bir dəfə klikləyirsiniz və Remove from Quick Access toolbardan çıxarırsınız. Belə. Da belə. Və yaxud burada sizə lazım olan əmr yoxdur. Yəni daha fərqli bir şey axtarırsınızsa, More Common hissəsinə daxil olub daha çox əmrlə qarşılaşa bilərsiniz. Bu da belə. Baxın. Sonra burada aşağı hissədə Show Above the Ribbon var. Bu nədir? Show Above the Ribbon-la mən cəld müraciət panelini aşağı hissəyə ata bilirəm və yaxud da Show Above Ribbon-u yazıb təzədən yuxarı hissədən göstərə bilirəm. Yəni bunun yerini aşağı hissəyə də ata bilərsiniz və yaxud da başda qalmasını istəsəniz, sadəcə bunu buradan aktivləşdirməniz lazımdır. Bu da belə. Sonra
başqa Excel faylı açılanda nələr baş verir? Bu yuxarıda gördüyünüz bu kiçik Excel var. Bu bizim ikinci Excel faylımız olduğunu göstərir. Bunu mən gedib PowerPoint-də hər hansısa bir sənəd açdığımızda, baxın Excel-də mənim 2 dənə faylım var. Bu onu göstərir. Book 1 və Book 2. Əvvəl yaratdığınızda, ilk yaratdığınızda Book 1 adı ilə yaradılır Excel-də fayllar. Əgər gedib Word-də bir sənəd açsanız, baxın bunu bağlayaq. Word-də bir dənə sənəd açsam, gəlirəm Word-ümü açıram məsələn. İlkin sənədiniz burada dokument adı ilə adlandırılır. Dokument 1 formasında açılır. Yox, gedib PowerPoint-də hər hansısa bir sənəd açsanız, bu isə Presentation 1 adı ilə açılır. Amma gördüyünüz kimi Excel-də Book 1 adı ilə biz sənədimizi yaratmış oluruq. Bu da belə, yəni sənədin adlandırılmasıdır. Sonra digər hissəyə gəldiyinizdə isə sağdan yuxarı küncdə, bax buradan ümumi Excel-in bağlanması üçün istifadə olunur. X-i basırsınız və ümumiyyətlə sizin sənədinizi bağlamış olursunuz. Bura minimallaşdırma hissəsidir. Yəni mərkəzə yığmaq üçün, hər hansı bir yerə götürüb aparmaq istəyirsinizsə, sənədinizi yerini dəyişdirmək üçün bu hissədən istifadə edirsiniz. Bura ümumiyyətlə tapşırıqlar panelini yığmaq üçün istifadə olunur. Bax belə. Böyütmək istəyirsiniz tam ekran, buraya gəlirsiniz və üzərinə bir dəfə klikləyirsiniz. Bu da belə. Sonra gələk aşağıda, sağdan aşağı küncdə. Sağdan aşağı küncdə isə miqyasdır. Baxın, burada zoomlamaq, böyük, nə qədər sizə uyğundursa, normal olaraq 100-də saxlanılır, 100% standartıdır. Bunu təbii ki də ən çox 400%-ə qədər artıra bilirsiniz, ən azı isə 10%-ə qədər kiçildə bilərsiniz. Yanındakı işarələr nələrdir? Burada isə məsələn mən açdığımda Excel-imi istəyirəm ki, cədvəl formasında açılsın. Birinci Excel cədvəl redaktorudur. Cədvəllərin yaradılması üçün istifadə olunur. Buradan gəlib bu hissəyə daxil olduğumda isə Excel-im daha kiçik formalarda açmaq istəyirəmsə, necə açmaq istəyirəmsə, onları buradan qeyd edib, buradan printerə çap etmək üçün verə bilirəm. Bu da öz yerində. Sonra gələk burada solda aşağı küncdə. Solda aşağı küncdə görürsünüz Sheet 1 və mən Sheet 1 nə deməkdir? Bizim Excel-imiz səhifələrdən ibarətdir. Bu da bizim birinci səhifədə olduğumuzu göstərir. Gəlib buradan plusa bassam, yeni səhifələr əlavə edə bilərəm. Yəni bir mənada belə yadınızda saxlayın ki, PowerPoint-da slaydlardan ibarət idisə mənim bir faylım, Word-də səhifələrdən ibarət idisə, burada səhifələr yazılırdı Word-də. Amma Excel-də isə belə sheetlərdən ibarətdir. Yəni sheetlərdə istədiyiniz qədər əlavə edə bilərsiniz. Bu da öz yerində. Və eləcə də buradan gəlib sheetlərinizi adlarını dəyişə bilərsiniz. Yəni məsələn mən burada adlandırmaq üçün sadəcə üzərinə gəlib 2 dəfə sanı vurduğunuzda adını dəyişdirə bilirsiniz. Məsələn deyək ki, adı olsun dərs. Deyə bilərsiniz ki, mən istədiyim adı qoya bilərəmmi? Baxın, buraya silək və boşluq olaraq qeyd edə bilməzsiniz adı. Bax, sənə o dəqiqə Excel məlumat verir ki, sən adı boşluq olaraq qeyd edə bilməzsən, adsız qoya bilməzsən. Eləcə də 31 xarakterdən istifadə etməlisən. Həmçinin slashlərdən, sual işarəsindən, ulduzdan, bu transkripsiyalardan istifadə edə bilməzsən. Yəni, bunlar da məlumatınız olsun. Bu adı mütləq ki, bir hərf, bir rəqəm də qoya bilərsiniz. Bu da öz yerində. Yəni, sadəcə olaraq boş qoya bilməzsiniz və dediyim kimi o simvollardan istifadə edə bilməzsiniz. Bu da öz yerində. Bu da oldu bizim sheetlərimiz. Deməli, Excel-imiz sətirlərdən, bunlar sətirlərdir, rəqəmlərdən işarə olunan hissələr. Sətirlərdən və sütunlardan ibarətdir. Sütunlar isə hərflərlə işarə olunur. Və burada hərflər ingilis hərflərindən istifadə olunur və gördüyünüz kimi bizim proqramımızda ingiliscədə ola bilər ki, bəzilərinizdə ruscada ola bilər. Bu proqramın yüklənməsindən asılıdır. Təbii ki, proqramın dilini dəyişməyi də göstərəcəm sizə. Baxın, hərflər əvvəlcə tək olaraq sıralanır. Sonra isə ikili hərflər başlayır. A, 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 B. Sonra isə üçlü hərflər başlayır. Və sonuncu, bu sonsuzdurmu? Xeyr, sonsuz deyil. Sonuncuya baxmaq üçün sadəcə gəlirsiniz. Bax, kontrolu və End düyməsini, yəni bunu.
sola hərəkəti basırsınız. Gəlir, bax düşür, ən axırıncı XPD sütunudur. Deməli, ən axırıncı sütunumuz XPD sütunudur. Bəs deyərsiniz ki, sətirlər necə, sonsuzdumu? Sətirlərdə də sonsuz deyildir. Sətirləri neçənci, ən sonuncunun nə olduğunu bilmək üçün gəlirsiniz, kontrolu basırsınız və Pine down-u, yəni aşağıya oxu qeyd edirsiniz və görürəm ki, mənim ən sonuncu sətrim 1.485.076-dır. Bu da belə. 8576, bu 2 üstü 24 də bərabərdir. Bu da belə. Yox, əgər başa qayıtmaq istəyirsinizsə, gəlirsiniz kontrolu və yuxarı oxu basırsınız. Bu sətir üzrə yuxarı qalxır. Və sütun üzrə necə geri qayıdaq? Kontrolu və homu basırsınız və artıq siz gəlib başda dayanmış olursunuz. Gələk bu hissələrə. Buralara name hissəsi, name box hissəsində nə olur? Name box hissəsində biz hansı sütunda və hansı sətirdə olduğumuzu bizə göstərir. Sütunlarla sətirlərin kəsişməsi isə bizə xanaları verir. Bax, bu hissələr xanalarımızdır. Bax, mən harda dururamsa, o xananın mənə adını bildirir. Bax, məsələn, gəlib dayanaq burada. Burada dayandığımda burada yazılır F3. Bax, F-ci sütun, yəni 3-cü sətrin kəsişməsi, F-lə 3-ün kəsişməsi bizə verdi F3 xanasını. Bu da belə. Yəni, xananın adını oxumaq üçün buradan istifadə edə bilərsiniz və ya gəlmişsiniz, burada bunun adını oxumaq istəyirsiniz, DN3 xanasındasan. Bu da belə. Bu hissələrdən isə nə üçün istifadə olunur? Bunlar funksiyaları yazdıqda göstərəcəm sizə funksiyalardan istifadə etmək üçün bura. Bəs bura nədir? Bura formula bar deyilir. Yəni siz funksiyaları yazdığınızda və ya xananın içərisinə hər hansı bir şeyi daxil etdiyinizdə buradan da onun üzərində işləyə bilərsiniz. Məsələn, yazıram mən bura Azərbaycan xalqı. Bax, indi mən gəlib burada da bunun üzərində işləyə bilərəm və yaxud da mən buradan da daxil etsəm məlumatımı. Sayı çoxdur, ataq. Buradan da daxil etsəniz, eyni xanada yazmış olacaqsınız və deyə bilərsiniz ki, mən məsələn gəldim bu xanaya, buradakı xətlər bəs nə oldu? Bu o deməkdir ki, sənin sözün xanaya yerləşməyib. Bəs xananın ölçüsünü necə artıra bilərsiniz? Sadəcə gəlirsiniz, durursunuz sütunun üzərində, 2 dəfə vurursunuz. Və burada dayanırsınız və 2 dəfə vurursunuz və artıq o sözə uyğun olaraq xananın ölçüsünü artırmış olursunuz. Bu da öz yerində. Bunlar gələn dərsdə daha ətraflı izah edəcəm. İndi isə tanışlıq dərsidir. Tanışlıq dərsindən sonra gəlirik burada. Görüm bizim videomuz neçə dəqiqədir. Aha. Gəldik burada fayl menüsuna. Fayl menüsunda nələrimiz var? Fayl menüsuna daxil olduğumuzda, baxın, əvvəlcə home menüsü gəlir. Home'da nələr var? Bayaq sizə recent və pini izah elədim. New hissəsindən isə, bu new hissəsindən yeni şablonlar əlavə etmək üçün istifadə edirsiniz. Yəni, şablonlardan istifadə etmək istəsəniz, gəlib buradan müəyyən şablonlar tapa bilərsiniz. Və ya buraya, məsələn, deyək ki, mən kalendar hazırlayacağam. Kalendar yazsam, OK vursam, kalendarla bağlı mənə bir çox online templateləri tapıb çıxaracaq. Baxın, belə. Yəni, müəyyən sizə bir iş tapşırılır. Nəyə ki, kalendar hazırlanması və yaxud da hər hansı bir chartın hazırlanması, cədvəlin hazırlanması. Gəlib buraya sadəcə adını yazıb, onun müəyyən bir şablonunu götürüb, o şablon üzərində də işləyib, özünüzü uyğunlaşdırıb istifadə edə bilərsiniz. Şablonlar bu məqsədlə istifadə edilir. Open hissəsində də heç nə sənədlərin açılması üçün istifadə olunur. Yəni, sizdə recent hissəsində hansı sənədləriniz varsa, onları aça bilərsiniz və yaxud da folders hissəsinə daxil olub, desktopunuzda olanları və ya dokumentlər hissəsində hardasa hər hansı bir sənədini açmaq istəyirsinizsə, open hissəsinə daxil ola bilərsiniz. Info hissəsinə gəldikdə, eynən Word-də və PowerPoint-də olduğu kimi, burada sizin olduğunuz sənəd haqqında məlumatlar verir, ölçüsü, titulu, taqları əlavə edə bilərsiniz, kateqoriyalar əlavə edə bilərsiniz, nə vaxt yaradılıb. Bunu sonlandırdıqdan sonra burada nə vaxt sonlandığını da mənə göstərəcək. Bu da belə. Sonra bu hissədən isə sənədinizə kod qoya bilərsiniz. Necə kod qoyulur? Bizim Excel-imizdə belə bir xüsusiyyətimiz var ki, Increase with Passport-la mən ümumi olaraq Excel-imə kod qoymuş oluram.
Gəlib current sheet-ə daxil olsanız da, mən olduğum sheet-ə kod qoymuş oluram. Yəni məsələn mən neçənci sheet-dəyəm indi? Mən məsələn B qoymuşam. Burada 1-ə gələk. Dərsdəyəm, dərs sheetindəyəm. Adını dərs qeyd etmişik. Gəlin dərs sheetinə kod qoyaq. Kod qoymaq üçün gəlirsiniz info hissəsinə. Protect block bardan, bax üçüncü var, Protect current sheet. Buna daxil olursunuz. Bura hər hansısa bir şey yazaq. Rəqəm yazaq, 1, 2, 3 yazaq məsələn. Və buradan da təyin edirsiniz ki, mən kod qoyduqdan sonra kodu açmamış həmin insan onun üzərində hansı əməliyyatları görə bilər. Mən deyirəm ki, heç nə eləyə bilməsin. Kodu açmadan heç bir şey edə bilməyək. Gəlin hamısını onda klikləyirəm və OK-yi vururam. Təzədən kodu bir də daxil edirəm və OK, bu qədər. İndi gəlib mən bunun üzərində hər hansı bir əməliyyatı görə bilmirəm. Yəni heç bir şey yaza bilmirəm. Artıq o mənə bildiriş verir ki, buranın kodu var. Kodu açmalısan, sonra istifadə edə bilərsən. Bu da öz yerində. Gəlin daxil olaq və kodu çıxardaq. Koddan çıxartmaq üçün yenidən həmin hissəyə daxil olursunuz və buradan kodu bir dəfə yazmağınız kifayət edir və artıq üzərində iş görə bilərsiniz. Bu da belə. Gəlirik, sonra burada var 4-cü hissədə workbook struktur. Yəni workbook strukturdan isə sadəcə siz təzəcə sheet-ə yox, ümumi olaraq həmin o səhifəyə kod qoymuş olursunuz. Yəni bunun üzərinə bassam mən digərlərdə də B-yə də, sheet 3-ə də, sheet 4-ə də, sheet 5-ə də, sheet 6-ya da ümumi olaraq strukturuna kod qoymuş oluram. Məsələn 1, 2, 3 yazıb OK-yi vursam, təzədən gəlib kodu bir dəfə də təsdiqləyirəm və artıq mən hamısına kod qoymuş oluram. Amma seçməlisiniz ki, kod qoyduqdan sonra üzərində işləyə bilərmi, yoxsa işləyə bilməzmi? Biz onu qeyd etmədik. Onu da qeyd etməlisiniz. Bax, kod qoymuşam deyə bu hissələrim artıq məndə boz rəngdədir, yəni işləmir. Bu da belə. Koddan çıxartmaq üçün yenə də həmin hissəyə daxil olursunuz. 4-cü hissədən gəlirsiniz, kodu bir dəfə daxil edirsiniz, OK vurursunuz. Artıq sizdə bu hissələr də aktivləşmiş olacaq. Bu da belə. Sonra gələk save hissəsində nələr var? Save hissəsi ilə save as hissəsi eyni Word-lə PowerPoint-da olduğu kimidir. Yəni siz sənədinizi harda, necə saxlamaq istəyirsinizsə, onu qeyd edirsiniz. Save as-də də fərqli bir adla, fərqli bir yerdə də saxlaya bilərsiniz. Print hissəsinə gələk. Print hissəsi də elə Word-lə PowerPoint-də bəzi oxşarlıqları vardır. Amma fərqli cəhətləri də var. Print hissəsinə vermək üçün qısa yol düyməmiz oldu. Ctrl-P düyməsi ilə print hissəsinə daxil ola bilərsiniz. Print hissəsində kopya hissəsindən bir sənəddə neçə dənə kopya istəyirsinizsə, onun sayını qeyd edirsiniz. Bu printerinizin adlarını göstərir. Hal-hazırda kompüterinizə hansı printer qoşulubsa, həmin printerin adını qeyd edirsiniz. Bəs bu hissə nədir? Bu hissədən isə birinci hissədə sizin aktiv olduğunuz sheet. Yəni mən məsələn dərs sheetindəyəm. Dərs sheetində olan məlumatlarımı çap etmək istəyirəmsə, onda Ctrl-P-ni vurduğumda buradan gəlib print active sheet-i seçməliyəm ki, təkcə bir dənə o print olunsun və ya gəlib buradan print enter workbook-u seçdiyinizdə isə digərlərini də buradan əlavə edib digər sheetləri də çıxarda bilərsiniz. Bu da belə. Məsələn, daxil olaq B-yə, burada ikincini də çıxarda bilirsiniz. Bu da belə. Gələk print hissəsinə sonra. Sonra var burada print selection, yəni seçdiyiniz hissənin printini etmək istəyirsinizsə, məsələn, gedək, buradan bu hissəni seçirəm. Deyirəm ki, mən bu hissəni sadəcə print etmək istəyirəm. Dayanıram, Ctrl-P-ni basıram və print selection-ı seçdim və artıq printimdə sadəcə o hissəni görürəm. Və belə bir sual çıxır meydana ki, bəs bizim Excel faylımız belə cədvəl formasındadır. Niyə orada print etdiyimizdə cədvəl görünmür? Bunu yadınızda saxlayın ki, print etdiyinizdə heç bir cədvəl forması görünməyəcək. Yox, əgər siz cədvəl formasında print etmək istəyirsinizsə, qayıdırsınız həmin hissəyə və bunu cədvələ salmalısınız. Gəlirəm borders hissəsindən
all borders etdiyimdə, artıq print etdiyimdə mən onu cədvəl formasında görmüş olacağım. Bu da öz yerində. Və yaxud da buradan eynən Word-də və PowerPoint-də olduğu kimi hansı səhifələri neçədən neçəyə qədər çıxartmaq istəyirsinizsə, onların nömrələrini də əlinizlə daxil edə bilərsiniz. Collected hissəsində isə mənim kopyalarım, məsələn 3 dənə kopya çıxartmaq istəyirəm. 1, 2, 3 vərəqdir. O mənə göstərir ki, əvvəlcə 1, 2, 3, sonra təzədən 1, 2, 3, təzədən 1, 2, 3 çıxsın. Yoxsa uncollected etsəm, birinci 1-lər, sonra 2-lər, sonra 3-lər mi çıxsın? Bunları da öz qaydasında qeyd edə bilərsiniz. Portrait orientation nədir? Yəni, vərəqin ölçüsünü təyin edirsiniz. Portret formasında olsun, yoxsa landscape formasında olsun. Landscape daha uzun formadadır. Yəni bir mənada rəsm albomu formasında mı istəyirsiniz? Onları özünüz buradan qeyd edirsiniz. Burada da həmçinin vərəqin ölçüsüdür. A4 formasında mı istəyirsən? A5 mi? A3 mi? Biz verdiyimizdə müəyyən bir sənədi Xerox-ə orada bizdən soruşurlar ki, hansı ölçülərdə istəyirsiniz vərəqə A4 mü çıxsın, yoxsa A3 mü, yoxsa A5 mi? Və ola bilər ki, buradakı ölçülərdən xoşunuz gəlməsin. More Paper Size-dən girib özünüz də ölçüləri buradan daxil edə bilərsiniz. Bax, marketin hissəsinə daxil olub soldan, sağdan, yuxarıdan, aşağıdan hansı hissələri istəyirsiniz də qeyd edə bilərsiniz. Eləcə də print etdikdə yuxarı hissədə və aşağı hissədə hansı sözlər yazılsın, onları da qeyd edə bilərsiniz. Məsələn, deyək ki, aşağıda, yuxarıda page 1 yazılsın print etdiyimdə. Aşağıda da page 1, yəni folder header hissələri bunun üçündür. OK vursam, artıq çap etdiyimdə baxın, page 1 və page 1 aşağı və yuxarı hissələrdə görünmüş olacaq. Bu da belə. Custom Margins hissəsindən isə yenə də özünüz ölçüləri qeyd edə bilərsiniz. Yenə də aşağıdan nə qədər, yuxarıdan nə qədər, soldan, sağdan nə qədər, onları buradan qeyd edirsiniz. Eləcə də header filtru və sheet-i də buradan qeyd edə bilərsiniz. Bu da öz yerində. Sonra gələk no selected hissəsində nələr var. Scalating hissəsində bir mənada bunu mən uşaqlara izah edəndə deyirəm ki, şpalqalkanı yadınıza salın. Yəni bir vərəqin içərisində neçə dənə səhifə çıxarmaq istəyirsiniz, onu qeyd edirsiniz və ya buradan səhifənin sayını da yaza bilərsiniz. Yenə də margincə daxil olub qeyd edə bilərsiniz. Bu da belə. Bu da oldu print hissəsi haqqında. Sonra burada sizə bir-iki qısa yolu da deyim. New əmrini həmçinin Ctrl-N-dən də edə bilərsiniz. Open-u Ctrl-O-dan edə bilərsiniz. Save as F12 ilə edə bilərsiniz. Bu qədər. Bunlar oldu. Info hissəsində Home, New, Open-dan printə qədər olan hissə. Biraz